düşürürlər, qapını sındırırlar, bərxurd edirlər. Bu şaiat və bu cəv و fəza var. Sizin özünüz buyurun bu zəminədən yatırız yazı. من اجازه ما من قبل از اینکه تو قبطه yedim bu حال هوایی که معتکفlerin vardı. واقعا تو ارزنده‌ده. راه سعادت و خوشبختی و نجات واقعا بودی که به هر حال biz gerek توجه eləyək, təəmmül eləyək. Mən الان zihnimdən müqayisə edirdim. Bunlarda təcəmmü eləyirlər və o ki bizim mورد هدفimizdir bu طرحده و bu جلسه bir تعداد da تحت عنوان جشن فارغ التحصیلی تولد خداحافظی onlar da neynirlər təcəmmü eləyirlər. Bir تعداد cavanlar inşallah mütəəssifانه بیبندوباری و حدود ظهور شرعی اخلاقی رعایت الامور بعضن görürsən məşrub içirlər, həd hörmət eləyirlər. Nəvamisə bu mərdumə یا مثلا قرص‌های روانگردانان استفاده eləyirlər və onun پیامدیdir که متاسفانه bizim جامعemizdə قوی انحرافات و آشفتگی و نابسامانی و ناامنی ایجاد edir. پلیس و برای دلسوزان جامعه بیشتر دغدغه‌سی اوده. لذا من واقعا آحاد شهروندان و بزرگواردان تقاضام بوده که neyniyərlər ta orazan ki məqdurdur özləri amil olarlar və öz əzizlərin və cigərguşələrin və uşaqların da soğuk verələ mənəviyyətə və hər miqdari ki biz mənəviyyətə tərəf çəkilsək və həmin miqdar nahəncarilərdən və pələşdilərdən uzaq olacaq. Xub təbiətən به هر حال o olmadı. Bu اوقات fərağət mütəəssifانه gələcək. Bir seri بیبندوباری ilə olacaq ki واقعا باعث نگرانی و آلودگیdir. Muntaq ki mətrəh elədiniz baxın biz من حالا اعتقادم بوده که bir seri əlləri vardı ki istəyirlər hesab əməl کرده bu nizamı siyahnamayı eləsinlər. hesab şaibə ایجاد eləsinlər, inhiraf ایجاد eləsinlər باورهای مردمdə. مخصوصا حالا لطفləri bu سالهای اخیرdə insafən نیروی انتظامی çox çoxudur. و نیروی انتظامی بخش مهمی از دستاوردlərin و توفیقاتın ناشی از اعتماد مردم، تشویق مردم، حمایت‌های مردمdir. اصلا bunlar مطلقا واقعیتی yoxdur. Polis مشخصdır. Kart şinasayisi var ya belge məmuriyyəti var. Müraciə eləyəcək, özə günüz müraciə eləyəcək. Və hər hal özün mərifə eləyəcək, nişan verəcək. Bəd vahidin mərifə eləyəcək və ərz elədim. O ki biz demişik, onlar ki göz qabağındadır dişهای ماهواره ilə. Bir qol ləyyin ilə bərxurd حالا منطق قوی ilə, حرف حق ilə polisin elhamdülillah منطق قوی و حرف حقی vardı. Gedir və qanundur o ki ərz elədim. Bu da onun vəzifəsidir, təklifidir. Müraciə eləyəcək, deyəcək bu iş qeyri-qanunidir. Bu vəhni bir qanundur, bir ehtirami bir qanundur. Xahişimiz budur ki, به هر حال bunu göz qabağından götürün. Hala əgər o buzurgivar sahibi xana götürdəsən, lüzumu yoxdur da idameye təqib qəziyyə. Məgər inki xub به هر حال بی‌توجهی eləyə, xub götürməyə, təvəccüh eləməyə, naguzir polis neyniyəcək? روز روشنده özün mərifə eləyəcək müşəxəs. O آثار به حساب جرمه و کار غیرقانونی neyniyəcək? O mənzər و mərای mərdumdan oradan götürəcəkdir. Və Allah xub bu için هم yegani vicədən ola, üzüm bağlaya, gecə ola. Aslan xub bunlar. Azam ola qamusi نیروی انتظامی da. Polis bəli yegani vicənin ya yegani imdadın müşəxəsdir. Bəzi yerlərdə وقتی که به هر حال اراذل او باشتی اربده چکیر یا خدای نکرده نظم جامعه امنیت جامعه مخدوش eləyibdi. خب به هر حال orada mərdumun intizarı vardı. Polis çox muqtədirانه حالا چه gecə olsun, çe gündüz olsun. muqtədirانه عوامل ناامنی ilə və بی‌نظمی ilə bərxurd eləsin. ولی خب غیر از او حالا خب bu cür məvaqidə خب طبیعتا polis o vəzifə adi və rival adi ilə məmuriyyətdən dönbal eləyir. Mənim xahişim budur. Mənim xahişim budur ki, hala bu cür məvaqidə şəhərvəndان əziz həm 110 ilə təmas tapsınlar, həm 197 ilə əgər lazım oldu təmas tapsınlar. Təmas tapsınlar desinlər ki, bu cür bir rəftar, dəqiq müşəxəsat versinlər, mutmain olsunlar ki, məsulin نیروی انتظامی قطعا بلافاصله قضیه توجه edib və pərdaq edir. Hər növ sudcuya əfrad xaslardan götürülür birdən. Ehtimalı var da ehtimalı çoxdur ki, bir تعداد افراد کلاش، حقه‌باز، سودجو حالا چه هدفمند چه غیر هدفمند istəyirlər neyniyələr سوء استفاده eləyirlər bu macəradan. Biz gərək با همکاری مردم اجازه bu cür fitnə əngizini və
بروز و ظهور تخلفی بسبب افراد فرصت طلبه vermiyor. یعنی به نام نیروی انتظامی امکان var باعث مزاحمت و سوء استفاده از مردم نلوسن. بسیار عالی. خب حرمت دوستدار سردار نصرتی فرمانده محترم انتظامی استان فرماشتری و نظارات در خصوص اصلا نحوه اجرای طرح امنیت اجتماعی و əxlaqi gördük və eşitdik və təsavvürlə ki, həmkarlarımız zəhmət səhmişlər və amadə oldu, pəxş olundu. Gözəl tövzihat verdilər və gözəl işarə elədilər növ icra tərhə, növ şinasayı məmurin ki, bəhral kartı şinasayı ilə müraciə edirlər və zaman müşəxxəsdə və time müşəxxəsdə bunlar hamısı bunu göstərir ki, hədəf az tərh واقعا budur ki, icad امنیت ola, icad بحث əxlaqi və məvazin əxlaqi rayət ola şəhərimizdə və ustanımızda həmpay İran əziz ki, müxtəlif ustanlarda da ərz olsun huzurlarınıza mətrə olar. Bəhsi fariq az bəhsi mahvarət üçün ayrı sərfəslərdə işarə edərsiniz. Əgər istəyəsiz fərmayış yola در زمینه بحث طرح امنیت اجتماعی əxlaqi ustanımızda xidmətinizdə. از جمله موضوعlar که البته بیرین بحث اتکافا göre اشاره لازم مجلس‌تر خب bunlar da خب جزو حساب موضوعاتی که مورد توجه نیروی انتظامی رصد الیزاق و هر حال نظارت الیزاق مخصوصا bu مجلس‌لری که خب نامه‌های مختلفن. حالا برگزار olur جشن عروسی olur مثلا جشن تولد olur یا حالا هر مناسبت حتما gerek bunlar مجوزه ola حتما gerek o حدود شعور شهرانه و قانون رعایت الیاله خب طبیعتا برخلاف bu موازینی که به هر حال gerek متحد ola اون رعایت الیاله اگر رعایت الیاله مثلا bu قبیل هم افرادن و هم مراکزن همکارlarım برخورد الیزاق خب مظاهر به هر حال bu بدپوشیده بدحجابه gene de bunlar da خب جزو موضوعات اولویت‌دار طرحimizde همکارlarım vazifeleri var آموزش görüpler bu irtibatta خب hesab تذکر versinler irşad eləsinler خب حالا اگر şəhərvənlərimiz riayət elədilər خب təbiətən ondan sonra خب da bulan işləri yox مگر اینکه خب به هر حال اصرارları ola همچنان hesab ناهنجاریه و تخلفه خب طبیعتا اقدامات بعدی دستور کار پلیس قرار تابد. بحث مزاحمین به نوامیس مردم در طریق تعداد حساب افراد متخلف یا ویراج دادن ماشیناردی آلودگی های صوتی دی مثلا مثلا موسیقی های مثلا غربی دی وجود مثلا ربط فلان بیمان خب بلار دیگه به هر حال نیروی انتظامی بلار اینه در قالب همان طرح حساب دقتنن و جدیتنن برخورد الیزاقdır. و احیانا اگر حالا خوب بود من ارزلیم خوب تعداد متاسفانه خانمlar رعایت eləmirlər واقعا زننده vəziyyətinin رانندگی eləyirlər و متاسفانه حالا یا خوشبختانه ارومیه‌də də نسبت به سطح کشور رانندگان زن حساب آماری yuxarıdır. حالا خوب işimiz yoxdur bundan. ولی خب اونایی که رعایت eləmirlər خب bunların هم özləriylə برخورد olunacaqdır و هم ماشینların توقیف eləyəcək yox, hidayət eləyəcək yox, parkinگə خب هماهنگی‌های لازم مقامات محترم قضایی ilə انجام tapıbdır. Bəli, بسیار عالی. خب عرض olsun huzurlarınıza mən çünki keçən illərdə də bu tərhlər müxtəlif təarifi ilə bərqərar olub tərhay əmniyyət ictimai. Sərdar bunun taymi nə qədərdir? Yəni zamanı müşəxxəsdir ya əslən zamanbəndi müşəxxəs olub. Bu مورد توضیح biraz üçün bir arzu sualda var istəmək istəyirəm. Baxın bunlar ki تغییر بردار و تعطیل بردار داره.